Bura Xırdalan şəhərinin keçmiş roddomudur. İndi endokrinoloqlar işləyən yerdir və burada dərmanların verilmə günüdür. Bir neçə gündür dərman verilir. Kadrlardan da göründüyü kimi vətəndaşlar yağışlı havada içəri qəbul edilmir, pəncərədən yola salınır. Qapının ağzında isə uzun növbə var. Bura Xırdalan şəhərində yerləşən Abşeron rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsidir. Səsləndirilən fikirlərə aydınlıq gətirilməsi üçün poliklinikaya üst tutduq. Vətəndaşları burada pəncərədən qəbul etmişsiniz və video görüntülər daxil olub. Niyə? Bilmirəm. Mərkəzdən yaxınlaşın soruşun. Xəstə xidmətlərinə yaxınlaşın soruşun. Siz qəbul etmişsiniz, mərkəz qəbul etməyib. Mən olmamışam. Kim olub burada? Məzuniyyətdə idim, bilmirəm. Xəstəxana otaqlarında izdiham var. Əslində bu hal başa düşüləndir. Çünki bir neçə qəsəbənin insanları şəfa üçün bu xəstəxanaya gəlir. Elə baxsın. 2 dakika verin. Saat 12'den ben Ay kişi sen sağ olsun. Səhərdə gələnlər var. gelmişim. Hastadan ben kalmışım. 2 aydır gəlib gedirəm, belə şey yox idi. Mən də 2 dəfədir belə şey görürəm. Yəni yox idi belə şey, görməmişdim. Rahat alıb gedirdik. İndi necədir vəziyyət? İndi bu adamlardır da növbə gözləyirlər saatla. Qəsəbələrə ayrıca şərait yaradılmalıdır ki, deyək ki, Masazır özündə parkinqa yerləşir, öz parkasını almalıdır. Novxana öz parkasını almalıdır. Deyək ki, Xırdalan öz buradan almalıdır. Yəni bu cür olsa növbəli şəkildə daha rahat almaq olar da. Əsas məsələ buna riayət eləməkdir. Bütün qəsəbələr gəlir buradan alır. Bəli, Abşeron rayonu üzrə bütün qəsəbələr buradan alır dərmanları. Çünki endokrinoloji xəstəxana burada yerləşdiyinə görə həkimlər burada oturur. Xəstələr çoxdur. Yerdəki azdır, balaca yerdir. Hər halda başqa-başqa yerlərə təyin eləmək olar. Mümkündür. İstək lazım birincisi. Şərait olmadığına görə bu növbələrə də dayanır. Məsələ ilə bağlı təbibdən bildirildi ki, Abşeron rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində şəkər xəstələrinin vahid elektron reyestrə daxil edilməsi prosesi aparılır. Hazırda 8000 şəkər xəstəsi arasında artıq 3000 nəfərdən çox vətəndaşın məlumatları modula daxil edilib. Bu, müvəqqəti xarakteri daşıyan prosesdir və təxminən 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır. Qeydiyyat otağının sahəsinin məhdud olması və müraciətlərin çoxluğu səbəbindən vətəndaşların pəncərədən qəbul edilməsi kimi hallar yaşanıb. Bu sadəcə sıxlığın və qarışıqlığın qarşısını almaq məqsədi daşıyır. Abşeron rayon mərkəzi xəstəxanasının xidmət ərazisinə daxil olan bütün qəsəbə və kəndlərdən vətəndaşların bu mərkəzə müraciət etməsi məhz qeyd olunan mərkəzləşdirilmiş elektron qeydiyyat prosesindən irəli gəlir. Rövşən Tahir, Yalçın Əmirzadə.